Herkese salam. Videoya xoş gəlmisiniz. Mən bu videoda 11.01.2026-cı il tarixində OTK-nın 9-cu siniflər üçün keçirmiş olduğu sınağın izahını verəcəm. İzaha başlamadan öncə nəzərinizə çatdırmaq istəyirəm ki, mən bu kanalı 4 il öncə yaratmışam və müəyyən səbəblərə görə videoların paylaşımını saxlamışdım. Yenidən qayıtdım. Mütəmadi olaraq imtahana qədər video paylaşaraq sizlərə dəstək olmağa çalışacağam. Və sizdən də xahişim budur ki, kanalın böyüməsi üçün siz də mənə dəstək olasınız, dostlarınızla paylaşasınız və aktiv şəkildə şərhlərinizi bildirəsiniz. Vaxt itirmədən gəlin videonun izahına başlayaq. Birinci sualdan nə deyilir? AB kvadratı kiçikdir 0. B vurulsun S 0'a bərabərdir. Daha sonra A kvadratı B 0'dan böyükdür. Burada ABC həqiqət ədədlərini müqayisə etməyimiz lazımdır. Bunun üçün nəyə baxmalıyıq? B kvadratı, əgər B-yə mənfi də versək, müsbət də versək, istənilən ədədin cüt dərəcədən qüvvəti yekun olaraq müsbət verəcək. Onda A mütləq mənfi olmalıdır ki, mənfi ədədi müsbətə vuranda 0-dan kiçik alınsın. Deməli, biz A-nı 0-dan kiçik tapdıq. Daha sonra bura baxırıq. A 0-dan kiçik ədəddir, amma A kvadratı mənfi ədədin cüt dərəcədən qüvvəti yekun olaraq müsbət ədədi verəcək. Müsbəti nəyə vursaq müsbət alınar? Təbii ki, B-də müsbət olmalıdır. B-ni müsbət bir ədəd yazıram. O zaman C mütləq şəkildə 0 olmalıdır ki, müsbəti 0-a vuranda fərq yoxdur. İstənilən ədədi 0-a vuranda 0 alınsın. Deməli, biz buradan C-ni 0 aldıq, B-ni də böyükdür 0 aldıq. Müqayisə eləsək, aydındır ki, mənfi ədəd 0-dan solda yerləşəcək, müsbət ədəd isə 0-dan sağda yerləşəcək. A kiçikdir, C kiçikdir, B alırıq. Olur C variantı. Sonra 32-ci sual. Bizə deyir ki, rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli cüt ədədin 9-a bölünməsindən alınan qalığı tapın. Rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli cüt ədəd deyir. 3 rəqəmlidirsə 3 dənə yeri çəkdim, rəqəmləri yazacağımız. Ən böyük deyirsə, yüzlüklər mərtəbəsinə ən böyük rəqəmi götürürəm. Daha sonra 9-dan sonra 8. Rəqəmlər fərqli dediyinə görə burada 8 yazıram. 9 yaza bilmərəm. Daha sonra təkliklər mərtəbəsinə baxıram. Təkliklər mərtəbəsində əslində 7 yazmalıyam. Amma bizdə cüt ədəd dediyinə görə 7 yaza bilmirəm, 6 yazıram. 986. Rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli cüt ədəddir. Bunun 9-a bölünməsindən alınan qalıq deyirsə, çubuqlu bölmə ilə yaza bilərsiniz rahat formada. Ürəyiniz istəsə bu şəkildə yazın. Heç bir problem yoxdur. 86-nın içərisində 9. 9 dəfə 81 qalıq olur 5. Bizdən elə qalığı soruşur. Ya belə yazmağınız lazımdır, ya da ki, hər dəfə böyük bir ədəd veriləndə çubuqlu bölməyə ehtiyac yoxdur. 9-a bölünməsindən alınan qalıq deyirsə, 9-a bölünmə əlamətini xatırla. Ədədin rəqəmlərinin cəmi 9-a bölünürsə, ədəd 9-a bölünür demişdik. İndi biz burada 9, 8, 6-nı toplasaq, 17, 23. Bax, bu 23-ü 9-a bölürəm, daha asan hesablayıram. 2 qalıq olur 5. Burada alınan qalıq elə 986-nın 9-a bölünməsindən alınan qalıq olacaq. 33-cü suala gəlirik. 33 dünyanın ən rahat sualıdır. Niyə? Radiusu 8 olan çevrənin uzunluğunu tapın. Çevrənin uzunluğu 2 pi düsturu ilə tapılır. Radius 8-dirsə, R-in yerinə 8 yazıram. Bu da eləyir 16 vurulsun pi. Sonra gəldik 34-cü suala. Üzr istəyirəm. 34-cü suala gəldik. 34-cü sualda bizə deyir ki, ifadəni sadələşdirin. Necə sadələşdirərik? Baxın, burada A kubu vurulsun, A üstü mənfi 1-in üstündə 3 vurulsun, A üstü 4 veribdir. Burada A kubunun kubu, ayrıca yazıram, vurulsun.
A üstü mənfi 1'in kubu vurulsun A üstü 4. O da bərabərdir. A üstü 9 vurulsun. A'nın üstü mənfi 3 vurulsun. A üstü 4. Niye belə yazdım? Çünki qüvvətini tapanda qüvvətlər bir-birinə vurulur. İndi əsaslar eynidir. Bax, bu ifadələr vurduğumuz zaman əsas qalır. Qüvvətləri isə toplamalıyam. 9 üstəgəl mənfi 3 üstəgəl 4. 9'un üzərinə mənfi 3 gələndə 6, üstünə də 4 gələndə 10. Deməli, A üstü 10 yazmağımız lazımdır. Sonra 35-ci suala baxırıq. 35-ci sualda bizə şərtdə deyilir ki, ABC bərabər tərəfli üçbucağının BC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. ABC bərabər tərəfli üçbucağını çəkirəm. ABC. BC tərəfi üzərində D nöqtəsi götürülüb. Bu üçbucağın AB tərəfi ilə 20 dərəcəli bucaq əmələ gətirən AD parçası. Deyək ki, AD parçasını çəkirəm. Nöqtəni burada götürək. AB tərəfi ilə 20 dərəcəli bucaq əmələ gətirir. Bura oldu 20 dərəcə. AD parçası BH hündürlüyü ilə K nöqtəsində kəsişir. BH hündürlüyünü çəkirəm. Burada olsun K nöqtəsi. K nöqtəsində kəsişir. AKB bucağını tapın. AKB bucağı baxın bu bucaqdır. Qırmızı ilə göstərdiyim bucaq. Gəl bunu sarı ilə göstərək. Sarı ilə göstərdiyim bucağı soruşur. Deməli, biz nəyi bilirik? Bərabər tərəfli üç bucağı da 60 dərəcə olan üç bucaqdır. Yəni, bura 60 dərəcədir. Bura bütöv 60'dır. Və AH hündürlüyü həm tənböləndir, həm də mediandır uşaqlar. Deməli, 30 dərəcə bölür. Bura bütöv 60'dırsa, onda bu hissəyə də nə qədər düşür? 40 dərəcə düşür. Bizdən nəyi soruşur? AKB sarı olanı. Bax, bunu tapmaq üçün, bax, bura fikir verin. Burada üç bucaq alınıb, elə deyilmi? Bu üç bucağın daxili, nə pis oldu? Bu üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. 30 üstəgəl, 20 üstəgəl, bura bir alfa desəm, alfa bərabərdir 180 dərəcə. 50 üstəgəl alfa 180 dərəcədirsə, onda alfa da bərabərdir 30 dərəcə, 130 dərəcə alırıq. Bizdən elə həmin bucağı soruşur. Sonra 36-cı suala baxırıq. 36-cı sualda çox hərfli vuruqlara ayırmağımız lazımdır. Amma mən burada görürəm ki, kublar fərqi düsturundan istifadə eləmişik. 36-da 64'ü nəyin kubu yaza bilərəm? 4'ün kubu. 4x kvadratının kubu kimi ayıram, çıxılsın. 27y kubunun yerinə də 3y'in mötərizədə kubu yazıram. Kublar fərqi düsturunu yuxarıdan yazıram, bunu tətbiq edəcəyik. A kubu çıxılsın B kubu bərabərdir. A çıxılsın B vurulsun. A kvadrat üstəgəl AB üstəgəl B'nin kvadratı. Baxın, burada əgər çaşdırırsınızsa, nəzərə alın ki, A'nın yerində 4x kvadratı var, B'nin yerində də 3y var. Buradan yazıram. A'nın əvəzində 4x kvadratı uşaqlar, B'nin yerində isə 3y-dir. Deməli, mən burada nə yazacağım? Birinci mötərizədə aşağıdan yazıram ki, qoy səliqəli olsun. Birinci mötərizədə nə verib? A çıxılsın B. Deməli, 4x kvadratı çıxılsın 3y vurulsun. Sonra A'nın kvadratı, yəni 4x kvadratının kvadratı üstəgəl. A vurulsun B. A'nın yerində 4x kvadratıdır. B'nin yerində 3y'dir. Üstəgəl 3y'in kvadratı yazıram. Bərabərdir. Yenə sadələşdirmə apara bilərəm. Bir də uşaqlar, bu hissəni sadələşdirənə qədər sizə bir şey deyim. Deməli, sən 100% bilirsən ki, birinci mötərizə çıxmasıdır. Onda variantları çıxmaqla həll eləyə bilərsən. Burada fərq bir dənə bu hissədir. Burada da baxmalısan ki, A vurulsun B'dir. Nədir burada? A vurulsun B elə 12x kvadratı y verəcək. Yəni C variantı olasıdır. Ya da ki, burada yazılmış ifadəni sadələşdirirəm. 16x üstü 4 üstəgəl 12 x kvadratı y üstəgəl 9y'in kvadratı. Bu da olur C variantı.
Sonra 37-ci sual sadə sualdır. A və B çoxluqları üçün A verilib 3, 4, 5, 6, 7, B verilib 5, 6, 7, 8 olarsa NA kəsişmə B-ni soruşur. İlk öncə xatırlayaq ki, uşaqlar kəsişmə deyəndə ortaq elementlər nəzərdə tutulur. Hər ikisində ortaq olan 5, 6, 7-dir. N A kəsişmə B isə A kəsişmə B çoxluğundakı element sayıdır. Əgər N A görsəz bilin ki, A çoxluğundakı element sayı demək istəyir. N A kəsişmə B də kəsişməsindəki element sayı. Neçə dənə element var? 3 dənə element var. Cavab olur 3. Daha sonra 38-ci sual. 38-də deyir ki, A-nın hansı müsbət qiymətində A çıxılsın 3 bölünsün, A kvadrat çıxılsın 2A kəsrinin mənası yoxdur. Burada kəsir verilib. Kəsirin mənası olmaması üçün məxrəc 0 olmalıdır. Ya da cümləni belə dəyişirəm. Deyirəm ki, məxrəc 0 olarsa kəsirin mənası yoxdur. Deməli, mən nə edəcəm? Məxrəci 0-a bərabər götürəcəm. Burada vuruqlara ayırsam A vurulsun açıq 2 olacaq. A vurulsun A çıxılsın 2 bərabərdir 0. Hasil nə vaxt 0 olar? Vuruqlardan biri və ya hər ikisi 0 olanda. İkinci halda A çıxılsın 2 bərabərdir 0 deyirəm. A da bərabər olur 2. Bizə hansı müsbət qiyməti dediyinə görə cavabı 2 olaraq götürürük. Sonra gəldik 39-cu suala. 39-cu sualda bizə deyir ki, kök altında mənfi 32A kubu ifadəsində vurğu kök işarəsi altından çıxardın. Birinci növbədə biz A-nın işarəsini təyin eləməliyik. Əgər A müsbət olarsa, A-nın kubu da müsbət alınar. Müsbəti mənfi 32-yə vursam, kökün altındakı bu ifadə mənfi olar. Amma kökün dərəcəsi cütdür. Heç nə yazılmıyorsa 2-dir. Kökün dərəcəsi cüt olarsa, kök altı ifadə mütləq müsbət olmalıdır. Mənfi ola bilməz. Deməli, uşaqlar, siz A-ya müsbət qiyməti verə bilməzsiniz. Əgər A mənfidirsə, A-nın kubu, yəni mənfi ədədin tək dərəcədən qüvvəti də yekun olaraq mənfini verəcək. Mənfi ədədlə mənfi 32-ni vursaq, kök altı ifadə müsbət alınır. Bu isə ikinci dərəcədən kök olduğuna görə ödənilir. Deməli, A-nın işarəsini təyin elədik bu formada. A mənfi ədəddir. 0-dan kiçikdir. O zaman mən nə edirəm? Baxın. 32-ni mənfi 2 vurulsun 16 kimi yaza bilərəm. A kubunu da A kvadratı vurulsun A yaza bilərəm. Niyə belə yazdım? Çünki ikinci dərəcədən kök olduğuna görə ikinci dərəcədən kökünü ala bilən ədəd axtarıram. 16-dan aydın məsələdir ki, 4 çıxır. Və bir də uşaqlar, bu A kvadratı, bu qüvvətlə kök bir-birini aparır, amma modulda A çıxır. Çünki kökün dərəcəsi, buradan qeyd edirəm. Məsələn, 3-cü dərəcədən A kubu olsaydı, olduğu kimi çıxardı. Kökün dərəcəsi tək olanda olduğu kimi çıxır. Amma kök altında A kvadratı, kökün dərəcəsi cüt olduğuna görə modulda çıxır. Sonra nə qalır? Kök altında mənfi 2 vurulsun A qalır. İndi şagirdlər biz bildik ki, A necə ədəddir? A özü mənfidir. A mənfidirsə modulu atanda moduldan əksi çıxır. A-nın əksi mənfi A-dır. Vurulsun kök altında mənfi 2A bərabərdir. Mənfini qarşıya keçirsən mənfi 4A vurulsun kök altında mənfi 2A. Bu da hansı variant olur? Olur Y variantı. Sonra gəldik 40-cı suala. 40-cı sualda bizə deyir ki, meyvə qurudulduqda kütləsinin 60%-ni itirir. 12 kiloqram meyvə qurusu almaq üçün nə qədər təzə meyvə götürmək lazımdır? Bu sualı 3 cür həll edə bilərsiniz uşaqlar. Bir variantdan işləyə bilərsiniz. Amma bu məsləhət görməzdim, uzun üsuldur. Baxın, deyir ki, meyvə qurudulanda 60%-ni itirir. Meyvənin kütləsini bilmirəm. Yazıram meyvənin kütləsinə X. 60% itirir. X-in 60%-i X vur 60 böl 100 X vurulsun 10-da 6. O da eləyir 0,6 X bu itirir. O zaman nə qədər qalacaq? X-dan çıxıram
itirdiyi hissəni 0,6x eləyir 0,4x. Bizə də deyir ki, 12 kiloqram meyvə qurusu almaq üçün. Qalan 0,4x uşaqlar. 12 kiloqram da meyvə qalıb. Deməli, 0,4x-i 12-yə bərabər götürürəm. Vuruq hasil, məchul vuruğu tapanda hasili məlum vuruğa bölürəm. 12-ni 0,4-ə böləndə nə etməliyəm? Böləni natural ədədə çevirməliyəm. O zaman hər ikisini 10-a vururam. O da eləyir 30. Deməli 30 kiloqram meyvə götürməliyik. 12 kiloqram meyvə qurusu almaq üçün. Bu birinci üsuldur. Bir də uşaqlar. Meyvə 100%. Düzdürmü? 60% itirir. O zaman 40% qalır. Sənə də deyir ki, 12 kiloqram meyvə qurusu almalısan. 12 kiloqram qalan hissə olmazmı? Qalan faizi. Ona görə belə yazırıq uşaqlar. Ya 40%-i 12 olan ədədi axtarırsan, faizinə görə ədəd tapmaq üçün ədədi faiz göstərən ədədə bölürəm, 100-ə vururam. Bax bu formada. Bunu da 20-yə ixtisar eləsəm 2, burada 5. 12 vurulsun 2-də 5. Bunlar ixtisar gedir. 6 vur 5, 30 kiloqram. Belə də yaza bilərsiniz. Bir də uşaqlar belə yaza bilərsiniz. 40%-ə 12 kiloqram uyğun gəlir. Sənə bütöv meyvəni soruşur. Yəni təzə meyvəni soruşur. 100%-ə də x kiloqram. Bu da tənasüb üsulu ilə həllidir. Çapraz vururam. 40 vur x bərabərdir. 12 vurulsun 100. Hər tərəfi 20-yə bölsəm, burada 2, burada qalır 5. 2x bərabərdir. 12 vur 5, 60. X də bərabərdir 30. Bu da digər üsulu. Sonra 41-ci sualda nə deyilir? 41-ci sualda deyir ki, fərqi 46 dərəcə olan qonşu bucaqların kiçiyini tapın. Uşaqlar, baxın, siz qonşu bucaqlar haqqında bilirsiniz ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Fərqi də deyir ki, 46-dır. Alfadan betadan çıxanda 46 dərəcədir. Tənliklər sistemi yazırıq və bunu həll eləmək üçün ən gözəl üsul hazırda tərəf-tərəfə toplamadır. Yəni, müsbət B ilə mənfi B gedər. Alfa ilə alfanı toplasam 2 alfa bərabərdir. 180-in üstə 46 gəlirəm, eləyir 226. 2 vur alfa 226-dırsa alfanı tapanda 226-nı 2-yə bölürəm, eləyir 113. Alfa 113-dürsə, qonşusunu tapmaq üçün, bax bu 113-ü ya gətirir birincidə yerinə qoy, alfanın yerinə, ya gətirir ikincidə yerinə qoy. Eyni cavab alınacaq. Mən birincidə fikirləşirəm ki, betanı tapmaq üçün 180-dən alfanı çıxmalıyam. Yəni 113-ü. O da eləyir 67 dərəcə. Bizdən də elə kiçik bucağı soruşurdu. Sonra 42-ci sual. 42-ci sualda bizə deyilir ki, yan tərəfi 5 sm olan bərabər yanlı trapeziyanın oturacaqları 6 və 12 sm olarsa trapeziyanın hündürlüyünü tapın. Belə bir trapeziya çəkirəm. Yan tərəflər bərabərdir. Çünki bərabər yanlıdır. Bura 5 yazıram, burada 5 yazıram. Oturacaqları isə 6 ilə 12 veribdir. Hündürlük çəkirəm. Məndən hündürlüyü soruşur. Bunun üçün nə edirsiniz uşaqlar? Bax, belə suallarda hər zaman bu ikinci hündürlüyü çəkin. İkinci hündürlüyü daha qəşəng çəkək. İkinci hündürlüyü çəkəndə mən nəyə fikirləşirəm? Baxın uşaqlar, burayla bura eyni olacaq. Çünki qarşı tərəflərdir. Burada 6-dır. Bütöv 12-dirsə uşaqlar, 12-dən 6-nı çıxıram, yerdə qalır 6. Və bu hissə ilə bu hissə də bir-birindən bərabər olasıdır. Hərəsinə də 3, 3 düşəcək. Baxın uşaqlar, burada bir üçbucaq alınır. Ən sevdiyimiz üçbucaq. Düzbucaqlı üçbucaq alınır. 3 görürsən, 5 görürsən, nəyi xatırlayırsan? Pifaqor ədədlərindən 4-ü xatırlayırsan. Heç hesablamasan da deyə bilərsən ki, hündürlük 4-dür. Ya da ki, tutaq ki, hesablamaq istəyirsən. Deyirsən ki, Pifaqor teoremi necə idi? Katetlərin kvadratlarının cəmi hipotenuzun kvadratına bərabərdir. 9 üstəgəl h kvadratı 25-dirsə, onda h-ın kvadratı 16, h da bərabərdir 4 deyirəm.
Ya da ki uşaqlar Pifaqor ədədlərini yadda saxlasanız sizin üçün yaxşı olar. Məsələn 3, 4, 5. 5, 12, 13 məsələlərdə görsəz. Və yaxud da ki 8, 15, 17 bunlar Pifaqor ədədləridir. Bunların 2 qatını da götürmək olar. Baxın 6, 8, 10. Yəni 6, 8 gördünüzsə tez xatırlayın digər nə idi? 10 idi. Bu formada daha rahat hesablamaq olar. Sonra gəldik 43-cü suala. 43-cü sualda ifadəni sadələşdirmək tələb olunur. A kvadrat çıxılsın 16 bölünsün. A üstəgəl 4-ün kvadratı vur. 4 üstəgəl A bölünsün. 8 çıxılsın 2A bərabərdir. Baxın uşaqlar. Burada A kvadrat çıx 16-nın yerinə A kvadrat çıx 4-ün kvadratı deyirəm. Və kvadratlar fərqi düsturunu tətbiq edəcəm. Kvadratlar fərqi düsturumuz da necə idi? Baxın buradan yazıram. A kvadrat çıx B kvadrat bərabərdir. Bir dəfə fərqi, bir dəfə isə cəmini yazıram. A-nın yerində ilə A var, B-nin yerində nə var? 4 var. Bir dəfə bunların fərqi, bir dəfə cəmi. Yazıram. A çıxılsın 4 vurulsun, A üstəgəl 4. Məxrəcdə A üstəgəl 4-ün kvadratı vurulsun, 4 üstəgəl A. Bu ikisindən də 2-ni ortaq vuruq kimi çıxardıram. 4 çıxılsın A. Bərabərdir. A üstəgəl 4 ilə 4 üstəgəl A-nı vursam, A üstəgəl 4-ün kvadratı edir. Bundan ixtisar gedir. Yerdə qaldı uşaqlar. A çıx 4 surətdə, 2 vurulsun 4 çıxılsın A məxrəcdə. Bunlar da ixtisar gedir, mənfi 1 qalır. Çünki qarşılıqlı əks ədədlərdir. Mənfi 2-də 1 də mənfi 0,5 deməkdir. Bu da olur D variantı. Sonra 44-cü sual. 44-cü sualda çox sadə sualdır. Deyir ki, bu ifadəni hesablayın. Bax, 0 tam dövrdə 3 nə deməkdir? 9-da 3. 1 tam dövrdə 3 nədir? 1 tam 9-da 3 üstəgəl. 2 tam 9-da 3. Bunları toplasam, bunun tam hissəsi yoxdur. 0 tam. Üstəgəl 1, üstəgəl 2. 3 tam 9-da surətləri toplayıram. 3, 3, 3-ün toplamı 9. 3 tam 9-da 9 nə deməkdir uşaqlar? 3 üstəgəl 9 böl 9. Yəni 3 üstəgəl 1, o da eləyir 4 tam. Sonra gəldik 45-ci suala. 45-ci sualda deyir ki, fərq azalandan A vahid kiçik olarsa çıxılanı tapın. Deməli uşaqlar A çıxılsın. Böyük A ilə yazıram. Bəlkə A ilə yazmayayım. Nəysə olsun, A çıxılsın B bərabərdir C. Aydındır ki, bu azalandı, bu çıxılandı, bu da fərqdir. Bizə deyir ki, uşaqlar, fərq azalandan A vahid kiçikdir. Fərq yəni C azalandan A vahid kiçikdir. Bu ifadəni yazdım. Və çıxılanı tapmaq soruşulur bizə. Çıxılan burada nədir? B-dir. B də bərabərdir A çıxılsın C-yə. A çıx C-ni tapmalıyam. Mən bunun üçün uşaqlar burada nə edə bilərəm? Baxın, mənfi A-nı bu tərəfə keçirdirəm. C-ni isə bu tərəfə keçirtsəm, o zaman A çıx C, mənfi A da işarəsini dəyişdi, oldu A. Bizdən də elə bunu soruşmurdu mu? A çıxılsın C-də kiçik A-ya bərabər olasıdır. Sonra 46-cı sual. Deyir ki, dəliklər sistemindən X çıxılsın Y fərqini tapın. Baxın uşaqlar, 3x çıxılsın 2y bərabərdir 12. 2x üstəgəl 3y bərabərdir mənfi 5. Tərəf-tərəfə toplama metodundan istifadə edək. Bunun üçün də uşaqlar nəyə diqqət eləməlisiniz? Tərəf-tərəfə toplama metodunu o vaxt istifadə edirsən ki, alt-alta toplayanda ya x-lar getməlidir, islah olmalıdır, ya da ki y-lər. Biri mənfi, biri müsbət. Məsələn, müsbət 5-in üstə mənfi 5 gəlsəm, 0-a bərabər olar. O zaman bax burada mənfi 2y, müsbət 6y. Biri mənfi, biri müsbətdir. Gəlin y-ləri islah eləməyə çalışaq. Onun üçün 2y-dən 3y-i nəyə gətirə bilərik? 6y-ə. 6y olması üçün bunu 3-ə vururam, hər birini. Bunu isə 2-yə vururam. O zaman mən nə alıram? Bax, birinci tənlikdə hər birini 3-ə vursam. O zaman 9x çıxılsın 6y bərabərdir 36. İkincidə 4x üstəgəl 6y bərabərdir 2-yə vururam hər birini. Mənfi 10.
Tərəf-tərəfə toplasam, -6y-dən -6y getdi. 9x üstəgəl 4x bərabərdir. 36 üstəgəl -10. 13x bərabərdir 26-ya. Buradan x-i tapıram 2. X-i tapdıq. İndi bəs y-i necə tapasıyıq? Ya birinci tənlikdə, ya da ikinci tənlikdə gətirib yerinə yazıram. Tutaq ki, birincidə yerinə yazaq. X-in yerinə 2 yazıram. 3 vur 2 çıx 2y bərabərdir 12. 6 çıx 2y bərabərdir 12. Burada mənfi 2y digər tərəfə keçirdəndə olur müsbət 2y. Müsbət 12-ni də bərabərliyin digər tərəfinə keçirsəm mənfi 12. Mənfi 6 bərabərdir 2y-ə. Buradan da uşaqlar nə alıram? Y bərabərdir mənfi 3-ə. Səndən də soruşur ki, x çıxılsın, y fərqi. 2 çıxılsın. Bax, bu düsturun mənfisidir uşaqlar. Bir də var, y bərabərdir mənfi 3. Onda bunu mötərizədə yazıram. 2 üstəgəl 3, o da eləyir 5. Cavab olur 5. Sonra, tərəfləri 4 və 6 sm olan paralleqramın perimetri, tərəfi A rombun perimetrindən bərabər olarsa A-nı tapın. Deməli, tərəf nə qədərdir? 4-dən 6. Bura 4, bura 6. Bunun perimetrini tapıram. 2 vurulsun. A üstəgəl B deyilmi? Düsturu. 2 vurulsun. Heç düstura ehtiyac da yoxdur uşaqlar. 2 dənə 4 var, 2 dənə 6 var. Ona görə yazıram bunu. 2 vur 10 bərabərdir 20. Deməli, paralleqramın perimetri 20-dir. Bizə deyir ki, tərəfi A olan rombun perimetrinə bərabərdir. Rombun da bütün tərəfləri bir-birinə bərabərdir. Onda bu rombun perimetrini hesablasan P bərabərdir 4A deyərsən. Bu da deyir ki 20-yə bərabərdir. A da bərabər olasıdır 5-ə. Elə səndən A-nın özünü soruşur. Sonra 48-ci sual. 48-ci sualda da ifadənin qiymətini tapmaq soruşulur. Bayaq qeyd elədiyim kvadratlar fərqi düsturundan istifadə eləməlisiniz uşaqlar. Bir dəfə bunun fərqini yazıram. 2026 çıxılsın 2025 vurulsun. 2026 üstəgəl 2025. Burada məxrəcdə də 4051. Üstəgəl, indi buranı yazıram. 2025 çıxılsın 2024 vurulsun. 2025 üstəgəl 2024. Məxrəcdə də 4049 yazıram. Bərabərdir. İndi baxın uşaqlar. Bu 4051-i verir. Bundan bu ixtisar gedir. Bu da 4049-u verir. Bundan bu da ixtisar gedir. Yerdə nə qalır? 2026 çıxılsın 2025, 2025 çıxılsın 2024. Bu olur 1, birincidən. 2025-dən də 2024-ü çıxanda 1, 1 ilə də birinci əmi eləyir 2. Bu da belə. Sonra gəldik 49-cu suala. 49-cu sualda da bizə deyir ki, m bərabərdir 0,25 olarsa 256 üstündə 3m üstəgəl 4 üstündə mənfi 2m'i tapın. 0,25 nədir? %25. Bunu da ixtisar eləsək uşaqlar 4-də 1 eləyir. 256-nı da necə göstərə bilərik? 256-nı 4 üstündə neçə kimi göstərmək olar? 4 üstü 3 64-dür. 4 üstü 4 isə 256-dır. Çünki 64-ü 4-ə vuranda alınıraq. Ya da ki 2-nin üstündə 8 kimi göstərmək olar. Gəl elə 4 üstü 4 yazaq. 3m veribdir. 3m nə deməkdir? 3 vurulsun 4-də 1. O da nədir? 4-də 3-dür. Yazıram 4-də 3. Üstəgəl 4 vurulsun. 4-ün üstündə mənfi 2 vurulsun 4-də 1. O da bərabərdir. Qüvvətini tapanda bunlar bir-birinə vurulur. Bunlar ixtisar gedir. 4-ün üstündə 3. Üstəgəl 4-ün üstündə ixtisar gedir. 2, mənfi 2-də 1 qalır. İndi baxın uşaqlar, bunu belə də yaza bilərsiniz. 4 üstü mənfi 2-də 1 nə deməkdir? 4-ün üstündə 2-də 1, üstündə mənfi 1. 4 üstü 2-də 1 də kök 4 deməkdir. Bunun üstü mənfi 1, 2 üstü mənfi 1, 1 bölü 2. Ya da ki uşaqlar belə yazmaq olar. 4 üstü 3 üstəgəl. 4 2-nin üstündə 2-dir. Bunun da qüvvətində mənfi 2-də 1 yazıram.
Qüvvətin tapanda qüvvətlər bir-birinə vurulur. 2-ni -2-də 1-ə vursam 2 üstü -1 qalır. 4 üstü 3, 64 üstə gəl. 2 üstü -1 də 2-də 1-dir. Çünki uşaqlar A üstü -1, 1 böl A-dır. Bu da 1 bölü 2, 64 tam 2'de 1. Bunu da onluq kəsir kimi yazsan 64 tam 10'da 5 deyərsən. Sonra gəldik 50-ci suala. Bizə deyir ki, mərkəzi O nöqtəsində olan çevrədə AT toxunan, AD isə kəsəndir. AC 4 santim, CD 5 olarsa AT toxunanını tapın. AC buradan bura qədər, qırmızı ilə yazaq. Buradan bura qədər nə qədərdir? 4'dür. CD isə 5'dir. Uşaqlar, belə bir qayda yazıram bu sualı yazmadan öncə. AT-ni soruşur, bura olsun X. Baxın, belə bir xəstə var. Bilirsiniz. Bu nöqtədə toxunan çəkdim. A, T, B, C olsun. Burada uşaqlar toxunanın kvadratı AT kvadratı bərabərdir. AB vurulsun AC. Yəni toxunanın kvadratı bərabərdir. Çöldə qalan çevrəyə qədər olan hissə, kəsənin çevrəyə qədər olan hissəsi vurulsun. Bütöv hamısı. Deməli mən burada x kvadratı bərabərdir. 4 vurulsun. Bütöv nə qədərdir? 9'dur da. 4 üstə gəl 5'dir. 4 vur 9, 36. Deməli x vur x 36'dırsa x'e də nə qədər düşür? Bölgəndə 6 olacaq. X'e də 6 düşür. Bizdən elə onu soruşur. AT toxunanını. Sonra 51-ci sual. 51 qəşəng sualdır uşaqlar. Mən bunu sizə bir neçə üsulla öyrədəcəm. Hətta 3 üsul verəcəm. Gəlin baxaq. Sizə hansı uyğundursa o şəkildə həll edə bilərsiniz. Bax, birinci növbədə B-də A verib 5'də 3. Səndən soruşur ki, B çıxılsın A-da, B-ni tapmaq tələb olunur. Bunun üçün ən bəsit üsul nədir uşaqlar? Siz burada əvəz eləsəz, A-nı tapmaq istəsəz, bölünən, bölən qismət deyilmi? Bölünəni tapmaq üçün qisməti bölənə vurursan. Bunu da onluq kəsirə çevirsən, 10'da 6 vur B, 0,6 B eləyər. Harda A görürsənsə, gətirib yerinə 0,6 B yaza bilərsən. B bölünsün, B çıxılsın 0,6 vur B. O da B bölünsün 0,4 vurulsun B'dir. B'lər ixtisar gedir, 1 bölünsün 0,4. Çubuqlu bölməklə yaza da bilərsiniz və yaxud da uşaqlar böləni naturala çevirmək üçün bunu 10'a vururam. Surəti də 10'a vuracam. 10 bölü 4 alıram. O da 2,5 eləyir. Bu birinci üsul. Sonra ikinci üsul nədir uşaqlar? Mənim ən sevdiyim üsul bax bu ikinci üsuldur. Bütün belə suallarda çox sadə formada yaza bilirsiniz. Çapraz vurun uşaqlar burada. Alıram ki 5A bərabərdir 3B'yə. 3 ilə 5 qarşılıqlı sadə olduğuna görə A'ya 3K deyəcəm. Bax, A'ya 3K deyirəm. B'yə isə 5K deyirəm. Yerinə yazıram. B bölünsün, B çıxılsın, A bərabərdir. B'nin yerinə 5K, A'nın yerinə də 3K yazsam. Buradan alıram 5K bölünsün 2K. K'lar ixtisar gedir 2'də 5. O da 2,5 deməkdir. O da neçə oldu? 2,5 oldu. Bu belə. Bir də uşaqlar, üçüncü üsul nə deyə bilərik? B'də A 5'də 3 veribdir. Baxın, burada B bölünsün, B çıxılsın A-nı tərs çevirirəm. Tərsini tapıram. B çıxılsın A bölünsün B-dir. Bunu da məxrəcləri B olan iki kəsirin çıxılması şəklində yazsam belə yaza bilərəm, düzdürmü? B-ni B-yə böləndə 1 eləyir. Burada da B-də A kəsiri alınır. B-də A-nı da bizə şərtdə verib də axı. 5'də 3 yazıram yerinə. 1'in yerinə 5'də 5 yazsam. 5'də 5'dən 5'də 3 çıxsam 5'də 2. Amma mən tərsini 5'də 2 tapmışam. 5'də 2'ni də tərs çevirməliyəm. Axı səndən soruşulanın tərsini tapmışıq biz ona görə. 5'də 2'nin tərsi də 2'də 5 uşaqlar. O da eləyir 2,5. Bu da üçüncü üsul.
Sonra gəldik 52-ci suala. Deyir ki, ABCD rombunda bucaq A 3x çıxılsın 10'dur. Bucaq A burada uşaqlar. Bucaq C'də 2x üstəgəl 10'dur. A, B, D bucağını soruşur. Buranı soruşur. Deməli, sən burada nəyi bilməlisən? Neydi o? 3x çıxılsın 10. Bura 3x çıxılsın 10'dur. Bura isə uşaqlar 2x üstəgəl 10'dur. Paralelogram, daha doğrusu rombdur bu. Rombun da qarşı bucaqları bərabərdir. 3x çıxılsın 10 bərabərdir. 2x üstəgəl 10'a. 2x'i digər tərəfə keçirtdim. 3x çıxılsın 2x bərabərdir. Mənfi 10'u digər tərəfə keçirtdim. Müsbət 10. X bərabərdir 20. Biz x'i 20 tapmışıq. Bizdən x'i soruşmur. ABD bucağını soruşur. Bax, bu sarı ilə göstərdiyim bucağı soruşur. Onun üçün bucaq A'nı tapa bilərəm. 3x çıxılsın 10. 3 vur 20 çıxılsın 10 elədi 50 dərəcə. Oldu 50 dərəcə. Bura 50 dərəcədirsə uşaqlar, sən də bilirsən ki, rombdursa tərəfləri bərabərdir. Burada bir üçbucaq alındı. Və həmin üçbucaq, bax bu üçbucaq. Bax bu üçbucaq bərabər yanlı üçbucaqdır. Onda oturacağa biçik bucaqlar alfa ilə alfa götürürəm və üçbucağın daxili bucaqlar cəminin də 180 olmasını yazıram. 2 alfa 180-dən 50 çıxdım 130. Alfa da oldu 65 dərəcə. Məndən də elə ABD-ni soruşur. Bax bu bucaq alfa ilə göstərmişəm. O da olur 65 dərəcə. Sonra 53-cü suala baxırıq. 53-cü sualda deyir ki, ABC düzbucaqlı üçbucağının AC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. Bucaq ACB 90 dərəcədir. AB 11'dir. AB buradır uşaqlar. Bura 11'dir. BC kök altda 21'dir. AD'ni veribdir 8. Səndən soruşur BD'ni. Bax, buranı soruşur. Bunun üçün nə edə bilərik? Pifaqor teoremi tətbiq edə bilərik. Pifaqor teoremi necədir uşaqlar? Katetlərin kvadratlarının cəmi hipotenuzun kvadratına bərabərdir. Bunu tətbiq eləsəm, mən AC-ni tapa bilərəm. Yəni necə? Baxın uşaqlar, AC kvadratı üstəgəl BC kvadratı bərabərdir AB-nin kvadratına. Deməli, AC kvadrat üstəgəl BC-nin yerində kök 21 var. Kök 21'in kvadratı bərabərdir. AB-nin yerində 11 var. 11'in kvadratı yazıram. Köklə kvadrat bir-birini apardı 21. 11'in kvadratı 121. Deməli, AC kvadratını alıram 100. O zaman buradan da alıram ki, AC də bərabərdir 10'a. Əgər AC 10'dursa uşaqlar, bütöv 10'dursa 8 var, DC 2 düşür. İndi uşaqlar, baxın, burada yenə düzbucaqlı üçbucaq var axı. Bu düzbucaqlı üçbucaqda da Pifaqor teoremini tətbiq eləsək, BD-ni tapa bilərik. Yəni, BD kvadrat bərabərdir. DC kvadrat üstəgəl BC kvadratı. DC kvadratının yerinə 2'nin kvadratı, BC kvadratının yerinə kök 21'in kvadratı. 4 üstəgəl 21, bu da eləyir 25. BD kvadratı 25 ise BD'ye də 5 düşür. Bizdən deyirlər BD parçasını soruşurdu. Sonra 54-cü sualda nə deyilir? Deyir ki, cəmi 77 olan 3 ədəddən ikinci ədəd birinci ədəddən 3 dəfə böyük, üçüncüdən isə 7 vahid kiçikdir. İkinci ədəd, yəni bu birincidən 3 dəfə böyük. Birinciyə uşaqlar x deyirəm, x-dan 3 dəfə böyük 3x olsun. Deyir, ikinci ədəd üçüncüdən 7 vahid kiçikdir. Deməli, üçüncü ikincidən böyükdür. Tərsinə fikirləşirəm. 3x üstəgəl 7'dir. Bu üçünün cəmini verib bizə 77. X üstəgəl 3x üstəgəl 3x üstəgəl 7 77'yə bərabərdir. 7x üstəgəl 7 77'dirsə 7x 70'ə bərabərdir. X də 10'a bərabərdir. X'i 10 alıram. Mənə demir x'i tap. Mənə deyir ki, ədədlərin hasilini tap. 3 vurulsun 10 30'dur. Bu da eləyir 37. Deməli, 10 vur, 30 vur, 37'ni hesablayacağım. 3'ü 37'ye vuranda 3 dəfə 7, 21 bir yadda. 21 bir yazıram 2 yadda.
111,00. Deməli 11.100 alırıq ədədlərin hasilini. Sonra gəldi uşaqlar 55-ci suala. 55-ci sual qəşəng sualdır. Gəlin baxaq. A, B və C çoxluqları üçün ilk 120 natural ədəddən uyğun olaraq 3, 4, 5-ə qalıqsız bölünən natural ədədlər çoxluğu olarsa, ştrixlənmiş hissədə olan ədədlərin sayını tapın. A 3-ə bölünən, B 4-ə bölünən, C 5-ə bölünən. Ən pis variantda uşaqlar bir-bir yazıb baxa bilərsiniz. Amma bu vaxt itkisi olar. Ona görə də nəyə fikir verməlisiniz? Baxın uşaqlar, bu hissə bütöv nədir? 3 ilə 4-ün ortaq hissəsi, düzdür? Həm 3-ə, həm də 4-ə bölünən hissədir, həmin hissə. Həm 3-ə, həm 4-ə bölünən ədədlər 12, 24, 48, daha doğrusu 36, 48, 60, 72, 84, 96, 96-ın üstə də 24 gələndə 120. Həm 3-ə, həm 4-ə bölünən ədəd. Amma fikir verir, ştrixlənən hissədə bu 5-ə bölünən ədədlər olan hissəni çıxıb. Bunların içindən 5-ə bölünəni çıxacaq uşaqlar. 60 ilə 120-ni çıxsam, yerdə neçəsi qalasıdır? 1, 2, 3, 4, 5, 6, 7. Saymağı da öyrəndik. Deməli, ştrixlənmiş hissədə neçə dənə olasıdır? 7 dənə olasıdır. Bu qədər əziz şagirdlər, videodakı bütün sualların izahını verdim. Ümid edirəm ki, izahımı bəyəndiniz. Sizin üçün faydalı oldu. Bundan sonraki videolarda görüşərik. Sağ olun.